Ağır iş gününün sonunda əksəriyyətimizin bir düşüncəsi var, o da evə gedib dincəlmək. Ancaq Nərimanov rayonunda yaşayan bir qrup sakin öz evində istirahət edə bilmir. Səbəbsə ərazidə gecə-gündüz davam edən tikinti işləridir. Sakinlər deyir ki, texnikanın səsi onları təngə gətirib. Gecənin yarısıdır, cəmaatın yatan vaxtıdır. Bu kamazlar burada bax, yolu zəbt eləyiblər. 4-5 dənəsi dal-dala düzülüb. Ona bax, biri hələ bardiyorun üstündən. Belə şey olar. Bu yolu niyə tutmuyorsunuz? Onu kamazı bir-bir gətirib doldur aparda. Niyə hamısını eyni vaxtda bura gətirib yığırsan? Görüntüləri Nərimanov rayonu Qarabağ küçəsində yaşayan sakinlərdən biri çəkib. Ərazidə yaşayanlar deyir ki, artıq bu səs-küy onların həyat tərzinə çevrilib. Evində uşağı, yaşlısı və xəstəsi olanlar səhəri diri gözlə açır. MTK-nın rəhbərliyinə dəfələrlə şikayət edilsə də bir nəticə yoxdur. Yatırsan, durursan, səhər də işlə məşğul ola bilmirsən. Amma işdən yorğun gəlir, elə yollarda qalır burada saatlarla. Sakinlər şikayət edib bundan mı? Bəli, elə hamı elə burada şikayətçidir. MTK-dan heç kim qəbul eləmir ki. Elə şey eləyəndə deyirlər yoxdur, burada rəhbərlik yoxdur. Onlar mən belə bilirəm ki, orada qaraj tikirlər. Ona görə katlavan qazırlar qaraj üçün. Neçə maşın idi, yük maşınları burada? Adasa bir 7 dənə, 6 dənə var idi da. Onlar da yerləşmirdilər, təbii ki, yolu bağlamışdılar. Öyrəndik ki, ərazidə inşaat işlərini East Residence şirkəti görür. Şirkətin nümayəndəsi gecə yarı tikinti işlərinin aparılmasını belə əlaqələndirdi. Gündüz saatlarında o işləri görmək mümkün deyil. Biri həcmli maşınlar olduğuna görə gecə saatlarında işləyirik. Maşınların yolu kəsmələri barədə demək istəyirəm ki, maşınlar yolun görüntülərdə də görünür. Yolun bir tərəfində dayanıb, o qədər də maneçilik törətmirdi. Təhlükəsizlik sahəsi üzrə ekspertlər isə deyir ki, tikinti işləri aparılan zaman ətrafdakı insanların narahatlığı nəzərə alınmalıdır. Gecə saatlarında görülən işlər ətrafda yaşayan insanların istirahətini pozmaqla yanaşı, işçilər üçün də potensial təhlükədir. Sakinlərin şikayəti Daxili İşlər Nazirliyinin də diqqətindədir. Qurumdan ATV xəbərə bildirildi ki, vətəndaşlardan daxil olan şikayətlər əsasında ərazi polis orqanında araşdırma aparılıb. Bu halın təkrarlanmaması üçün nəzarət tədbirləri gücləndirilib. Əkbər Əlizadə, Farid Cəlloğlu, Məhəmməd Hacızadə, ATV xəbər.